bizim məsələmiz həmişə birinci olmalıdır. İranda biz hər kəsin işləməyi bacarmalıyıq. Panirancısı ilə də, dindarı ilə də, digərləri ilə də. Amma onlar bizə hər hansısa bir əmr verməməlidir ki, get filan şey belə elə, sən mənim nə bilim dini liderimi təriflə. O dini liderin heç öz ölkəsində hörməti yoxdursa, mənim nə hörmətim olmalıdır ona? Mənim hörmətim ancaq həmin dini liderə və yaxud da Putinə o halda yarana bilər ki, onlar talış xalqı üçün hansı bir qələt eləsin. Hər hansı bir yaxşı bir işi görsün. Məsələ bu qədər qısadır. Ay bala, Azərbaycan talışlarının haqqını mən əllərdindən alıram. Sən sözünü mənə niyə demirsən? Mən bu zülümləri ona görə edirəm ki, hər yerdə məndən danışsınlar ki, mən məşhur olam. Sən isə mənim zəhmətlərimi Seyid Əli Xameneyinin əyağına yazaraq ona həm böhtan atırsan, həm də mənim haqqıma girirsən. Mən səni vətənə xəyanətdə ittiham edirəm.